Sumqayıt şəhər 28 may Mədəniyyət evində keçirilən tədbirdə iştirakçılar öncə Əliağa Aslanın yaradıcılığından bəhs edən sərgiyə baxış keçirdilər. Daha sonra akt zalında davam edən tədbirdə Əliağa Aslanın həyat və yaradıcılığından bəhs olunan film nümayiş olundu. Tədbirdə çıxış edən şairin qələm yoldaşları Əliağa Aslanın yaradıcılığına toxunaraq şairlə bağlı xatirələrini bölüşdülər. Qeyd olundu ki, Əliağa Aslan Surxayoğlu 1960-cı il dekabr ayının 2-də Qubadlı rayonunun Qaracallı kəndində müəllim ailəsində doğulub. Qaracallı kənd orta məktəbin 8-ci sinifi bitirdikdən sonra Bakıya gəlib, Qara Qarayev adlı musiqi təmayüllü orta məktəbdə 9-10-cu sinifi oxuyub. Məktəbi bitirdiyi ildə Naxçıvan Pedaqoji İnstitutunun Filologiya fakültəsinə qəbul olunub. 1983-cü ildə institutu bitirib, yaşadığı Qaracallı kəndində müəllim işləməyə başlayıb. 1991-ci ildə Qaracallı kənd sovetinin sədri seçilib. 1992-ci ildə Qubadlı rayon icra hakimiyyətinin Qaracallı kəndi üzrə icra nümayəndəsi vəzifəsinə təyin olunub və ömrünün sonuna qədər bu vəzifədə çalışıb. Əliağa Aslan 2009-cu il mart ayının 2-də ağır xəstəlikdən sonra dünyasını dəyişib. Vurğulandı ki, Əliağa Aslan uşaq yaşlarından şeir yazmağa başlayıb. Yerli mətbuat orqanlarında şeirləri dərc olunub. 1998-ci ildə ilk kitabı Ayrılıqlar içində çapdan çıxıb. Bundan başqa Əliağa Aslan Kərəm Ahı Ayrılıqlar sevgilərdən başlayır, məni sən öyrətdin ayrılıqlara, mən dünyaya gəlib gəldim, bu dünya qonaq saxlamır və ölümündən sonra çap olunan Qəfil gələn ayrılıq, bənzədi qırılmış telebəxtimiz adlı kitabların da müəllifidir. Xüsusilə bildirildi ki, şairin bir çox şeirlərinə musiqilər bəstələnilib. Çıxış edən Milli Məclisin deputatı İmamverdi İsmailov Əliağa Aslanın yaradıcılığından danışdı. Milli ədəbi fikrin inkişafına dəyərli töhfələr verən şairin bütün ömrü boyu xalqına və ədəbiyyata qulluq etdiyi vurğulandı. Diqqətə çatdırıldı ki, gözəl lirik şeirlər müəllifi kimi tanınan istedadlı şair saf, təmiz eşqi tərənnüm edən şeirləri, vətən niskili ürək çırpıntılarını məharətlə qələmə alıbdır. Ədəbi bədii gecədə şairin ailə üzvləri adından çıxış edən Surxay Aslanov tədbirin yüksək səviyyədə təşkilinə və göstərilən diqqətə görə rayon rəhbərliyinə öz minnətdarlığını bildirdi. Çıxışlardan sonra tədbirdə Mədəniyyət və Turizm şöbəsinin hazırladığı ədəbi musiqili proqram nümayiş olundu. Əliağa Aslanın şeirləri səsləndirildi, həmçinin şairin şeirlərinə bəstələnmiş musiqilər ifa olundu. Gül Əlquliyeva, Gültəkin Əliyeva, Firuz Adıgəzalov, Dünya TV.